Zəngilanda Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 24-cü iclası keçirilib. Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda azad ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və yenidən qurma işləri barədə ətraflı məlumat verilib. Şahin Mustafayev bildirib ki, Azərbaycan Rusiya ilə münasibətdə qarşılıqlı anlaşma və bərabər hüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir. Həmçinin iqtisadi məsələlərə toxunan Şahin Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan ərazisindən müxtəlif istiqamətlərdən, o cümlədən Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, regionda etimadın möhkəmləndirilməsinə və nəqliyyat logistika əməkdaşlığının genişlənməsinə xidmət edir. Eyni zamanda baş nazirin müavini Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin inkişafı barədə də məlumat verib. Azərbaycan-Rusiya münasibətlərinin əsas istiqamətlərindən biri ticarət, iqtisadi əməkdaşlıqdır. Rusiyanın Azərbaycana yatırdığı ümumi investisiyaların həcmi 10,5 milyard ABŞ dollarını, o cümlədən qeyri-neft sektorunda 2,9 milyard dolları ötüb. Azərbaycandan Rusiyaya yönələn investisiyalar isə 1,2 milyard dollar təşkil edir. Bu əməkdaşlıq artıq strateji və şaxələndirilmiş xarakter daşıyır. Azərbaycanda 1400-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Bizim ölkəmizdə sənaye zonaları Rusiya kapitallı birgə müəssisələrin inkişafında mühüm rol oynayır. Bu çərçivədə tikinti materialları və əczaçılıq sahələrində əməkdaşlıq genişlənir. Rusiya investisiya layihələri sırasında Airfarm əczaçılıq zavodu, Penoplex izolyasiya materialları müəssisəsi və Ağsu şərab bazasında Abraudyurso layihəsi yer alır. Həmçinin Kamaz, Ural, Qaz, Avtovaz və Sollers şirkətləri ilə birgə avtomobil istehsalı layihələri çərçivəsində minlərlə nəqliyyat vasitəsi istehsal edilir. Həmçinin Cəbrayılda xidmət mərkəzi və Sumqayıt Kimya Sənaye Parkında Ximqrad layihəsi uğurla həyata keçirilir. Ələt Azad iqtisadi zonasında da Rusiya şirkətləri 2 istehsal layihəsi icra eləyir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiyanın İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçərək ünvana çatdırılmasında göstərdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirib. Eyni zamanda Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi dəstəyə görə minnətdarlığını vurğulayıb. Baş nazirin müavini həmçinin ölkələrimiz arasında nəqliyyat logistika, sənaye və aqrar sahələrin prioritet olduğunu diqqətə çatdırıb. Hazırda iki ölkə arasında uğurlu əməkdaşlıq nümunələri mövcuddur və bu proses genişlənməkdədir. Biznes dairələri beynəlxalq sərgilərdə iştirak etməkdə maraqlıdır. Bu da iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edir. 2025-ci ilin yekunlarına əsasən Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 4,1 milyard dolları təşkil edib. Tərəflər isə mal çeşidinin genişləndirilməsi və ticarət həcminin artırılması üzərində birgə işləyirlər. İki ölkə arasında hesablaşmaların əsas hissəsi milli valyutalarla aparılır ki, bu da iqtisadi inteqrasiyanı daha da gücləndirir. Qeyd edək ki, hökumətlərarası dövlət komissiyasının 24-cü iclası çərçivəsində Azərbaycan və Rusiya arasında avtomobil nəqliyyatı ilə bağlı yol xəritəsinə dair sənəd imzalanıb. Eyni zamanda iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 24-cü iclasının nəticələrinə dair protokol imzalanıb.